Mətn 22, 5. sınıf İngilis dili. Mother's Day. Mother's Day comes on the second Sunday in May. Analar günü mayın ikinci bazar günündə olur. It's a day when Americans show love to their mothers. Bu o gündür ki Amerikanlar öz sevgilerini analarına bildirirler. It's not national holiday. O milli bayram değil. Many mothers like to celebrate the day with their families. Çoxlu analar bu günü öz ailəsiyle keçirməyi xoşlayırlar. Many people visit their mothers and give them gifts. Çoxlu insanlar analarına baş çəkirlər və onlara hədiyyələr verirlər. If they can't go, they send their mother cards, beautiful flowers, small toys. Əgər onlar getməsələr, onlar öz analarına açıqcalar, gözəl güllər və kiçik oyuncaqlar göndərirlər. On this day, the family wants that the mother has little work. Bu günlərdə ailə çalışır ki, ana daha az iş görsün. It's a custom to wear red or pink flower on that day. Deməli, bu adət ənənədir ki, qırmızı və çəhrayı rəngdə gül taxmaq bu gündə. People in England and Germany celebrate this holiday too. İngiltərədə və Almaniyada da insanlar bu bayramı həmçinin qeyd edirlər. Və burada çalışmalar var. Birinci çalışma underline the best title. Düzgün başlığı seçin. En yaxşı başlığı seçin. İkinci çalışma the opposite of the word to like. Like sözünün antonimi hansıdır? Üçüncü çalışma underline the synonym of the word small. Small sözünün sinonimi hansıdır? Dördüncü which sentence is correct, hansı cümle doğrudur? Beşinci çalışma tick a false sentence, səhv cümləni seçin. Altıncı çalışma write what present children give their mothers on that day. Yazın ki, uşaqlar öz analarında bu günlərdə hansı hədiyyəni verirlər. Və bu çalışmaların cavablarını şərh bölməsində yaza bilərsiniz.